Son aylarda təmas xəttinə yaxın ərazilərdəki fərdi təsərrüfatlara yırtıcı hücumu çoxalıb, vəhşi heyvanların insanlara əhəmiyyət vermədən belə evlərin həyətinə kimi gəlirlər. Bu dəfə canavarların hücumuna məruz qalan isə Ağdam rayonunun Əfətli kəndi ərazisində məskunlaşan məcburi köçkünlərin təsərrüfatı olub. Nəticədə canavarlar 20-yə yaxın xırda buynuzlu heyvanı parçalayıb. Cəbhəyanı yaşayış məntəqələrinə yırtıcıların hücumu səngimir. İndi isə canavar sürüsü Ağdam rayonunun Novruzlu kəndindən məcburi köçkün olan Əbülfət Əhmədova məxsus təsərrüfata xeyli ziyan vurub. Təsərrüfat sahibinin bildirdiyinə görə canavarlar gecə saat 4 radələrində həyətə soxularaq heyvanlara hücum edib. Səs-küyə gələn qonşuların və ev sahibinin müdaxiləsindən sonra heyvanlardan bir qismi salamat qalıb. Akşam saat 4-də hay düşüb, çıxmışıq qonşunun deməli malın qoyunun hamısını canavardır, çaqqaldır, nəysə sürüyünə girib, hamısını dağıdıb. Sakinləri ən çox narahat edən isə yırtıcıların sürülərə hücumunun çoxalması deyil. Hər anda uşaqlar vəhşi heyvanların hücumuna məruz qala bilər və təhlükə qaçılmazdır. Vəhşi heyvanların ovlanmasına isə icazə verilmir. Uşaqlarımız, böyüklərimiz var. Çıxır sahəyə, məsəl üçün uşağı paralayar, gəlir, məsəl dövlət tərəfindən də bunu vurmağa, eləməyə qadağan buyruqları heç nəyimizdə yoxdur. Gəlin, məsəl üçün, daxala, mənim şəxsən uşaqların bağırda ələ olur. Məsəl üçün, evdə oturamır, sürü ilə gedir qapıya. Töyük, cəmiz, malımız, qoyunumuz, nəyimiz varsa dağıdır. Ağdam rayon baytarlıq idarəsinin əməkdaşları tərəfindən xəsarət alan heyvanlara quduzluq əleyhinə vaksinlər vurulub. Yaralı heyvanların ərazi baytarı tərəfindən mütəmadi olaraq nəzarət altında saxlanılacağı barədə tapşırıqlar verilib. Heyvanlarda müayinə apararkən birbaş qoyunun ölməsi və 7 baş heyvanın ağır vəziyyətdə yaralanmasının şahid olduq. Yəni, belə halda biz adətən quduzluq xəstəliyinə şübhəmiz yaranır. İşğal altında olan nəzarətsiz ərazilərdə çoxalan vəhşi heyvanlar asanlıqla təmas xəttini keçirlər. Vəhşi heyvan sürüsünün təmas xəttini keçməsinin səbəblərindən biri də ermənilərin işğal altında olan ərazilərdə iri miqyaslı hərbi təlimlər keçməsidir. Nəticədə də ac və qorxu içində olan yırtıcılar cəbhə xəttində yerləşən yaşayış məntəqələrinə soxulur. Daşqın Güneyli, Ziya İsmailoğlu, Şahin Qurbanzadə, LTV Ağdam Əfətli.